Salam. 8-ci sinif 1-ci hissə biologiya növbəti dərsimiz olacaqdır transpirasiya. Yəqin ki, hamınız bilirsiniz ki, yaşıl bitkilər davamlı olaraq torpaqdan suyu udur, amma udulan suyun hamısı bitki tərəfindən istifadə edilmir. Suyun bir hissəsi bitkinin yerüstü hissəsindən, məsələn, yarpaqlardakı ağaclıqlardan və yaxud gövdədəki mərciməklər vasitəsilə buxarlanmış olur. Transpirasiya adlanan bu proses bitkinin günəşin həddindən artıq qızdırıcı təsirindən qorunmuş olur. Fəaliyyətə baxaq. Transpirasiya sürətinin ölçülməsi. Bunun üçün qayçı, otaq bitkisi, sınaq şüşəsi, pipet, yaylı tərəzi, saat və qələm lazımdır. Birinci qayçı ilə 8 sm uzunluğunda yarpaqlı zoğ kəsilir. Kəsilmiş zoğu su olan sınaq şüşəsinin içərisinə yerləşdirilir. Pipetdən istifadə etməklə suyun səviyyəsini dəqiq bilmək üçün, məsələn, 8 kub santimetr ora su əlavə edilir. Bax, bu gördüyümüz sınaq şüşəsinə. Bax, həmin bitki yerləşdirilibdir. Həmin zoğ bura yerləşdirilibdir. Ora 8 kub santimetr pipet vasitəsilə su əlavə edilibdir və səthdən buxarlanmanın getməsini qarşısını almaq üçün ora 1 kub santimetr yağ əlavə edilib. Sonra şəkildə göstərildiyi kimi sınaq şüşəsini yaylı tərəzi vasitəsilə çəkin. Bax, bu yaylı tərəzidir. Kütləni, vaxtı, tarixi qeyd edin. 5 saatdan sonra sınaq şüşəsini və zoğu yenidən yaylı tərəzi vasitəsilə çəkin. Deməli, əvvəlcə bura 8 kub santimetr su əlavə edilmişdir. Suyun üzərinə isə səthdən buxarlanma olmasın deyimdən 1 kub santimetr yağ əlavə edilib və yağ əlavə ediləndə elə etmək lazımdır ki, yağ yarpaqların üzərinə toxunmasın, yəni düşməsin. 5 saatdan sonra sınaq şüşəsini və zoğu yenidən yaylı tərəzi vasitəsilə çəkdikdə, burada kütlənin 2,5 qram, misal üçün də təcrübəni həyata keçirəndə siz özünüz də bunu müşahidə edə bilərsiniz. 2,5 qram suyun azaldığını görmüş oluruq. Burada 6-cıda soruşulur, kütlə itkisi qramla zamana bölməklə, bu düsturdan istifadə etməklə transpirasiya sürətini hesablamaq mümkündür. Mən dedim ki, 2,5 qram su az olub, su itkisidir. Su itkisini sürətdə yazırıq. Saat isə 5 saatdır. Onu qeyd edirik. 2,5-i 5-ə bölməklə, düsturdan istifadə etməklə transpirasiya sürətini hesablamış oluruq. Burada soruşulur, müzakirə edin. Bu təcrübədə kütlə itkisi nəyi ifadə edir? Bilirsiniz ki, yarpaqda ağızcıqlar mövcuddur və yaxud zoğun üzərində də yaşıl zoğdursa ağızcıqlar ola bilər və yaxud da ki, mərciməklər vasitəsilə suyun buxarlanması həyata keçirildiyinə görə sınaq şüşəsinə qoyulmuş suyun itkisi baş verəcəkdir. Bizim təcrübəmizdə bu 2,5 qrama bərabər olduğunu qeyd etdik. İkincidə soruşulur, sizcə suya niyə yağ əlavə edildi? Bilirsiniz ki, su özü də buxarlanma qabiliyyətinə malikdir. Səthdən ora tökülmüş, əlavə edilmiş 1 kub santimetr yağ suyun səthində laylanaraq, bildiyiniz kimi, yağ suyun səthini örtür və beləliklə suyun səthindən buxarlanmanın qarşısı alınmış olur. Üçüncü soruşulur, bu prosesdə ağızcıqların rolu nədir? Fikrinizi əsaslandırın. Bildiyiniz kimi, fotosintez prosesi getmək üçün deməli, bitkinin yarpaqlarında və yaxud da kloroplasta malik olan cavan zoğlarında bu prosesi həyata keçirmək üçün su lazımdır. Ona görə də su, deməli, bitkinin zoğunda olan ksilem borları vasitəsilə üzü yuxarıya qalxmış olur. Burada potensiallar qradiyenti də öz təsirini göstərmiş olur və beləliklə də yarpağa gəlib çatmış suyun bir hissəsi fotosintez məhsullarının əmələ gəlməsinə sərf olunsa da, burada çox bir hissəsi buxarlanmış olur və buxarlanma nəticəsində yarpaqlar həm də qızmar günəş şüalarından qorunmuş olur. Beləliklə, sürətin düsturdan istifadə edilməklə transpirasiya sürətinin 0,5-ə bərabər olduğunu görmüş oluruq. Bitkinin anatomik xüsusiyyətləri ətraf mühitin transpirasiyanın təsirinə
sürətinə təsir göstərən amillər hesab olunur. Həmçinin yarpaq səthinin sahəsi, kutiklanın qalınlığı, ağızcıqların sayı, yerləşməsi, yarpaq və gövdədə ötürücü toxmaların quruluşu və yerləşməsi bitkinin anatomik xüsusiyyətlərinə aiddir. Həmçinin ətraf mühit amilləri də transpirasiya prosesinin sürətinə təsir göstərir. Belə ki, işığın intensivliyi, külək, havanın rütubəti, temperatur və s. ətraf mühit amilləridir ki, bunlar da öz növbəsində transpirasiyanın sürətinə təsir göstərmiş olur. Bax, burada qrafik ifadələr veribdir. Qrafik ifadələrdə transpirasiyanın sürətinə müxtəlif xarici mühit amillərinin təsirini ifadə edən qrafik ifadələr verilmişdir. Baxırıq, transpirasiya sürətinə təsir göstərən ətraf mühit amili olaraq temperatur göstərilibdir və temperatur müəyyən müddətdən sonra suyun buxarlanmasına səbəb olur və bu buxarlanma temperatur artdıqca yüksəlir və müəyyən səviyyəyə çatandan sonra aşağı düşməyə başlayır. Bildiyiniz kimi temperatur yüksəldikcə su içisinin qarşısını almaq üçün ağızcıqlar deməli bağlanır, suyun buxarlanmasının qarşısı alınmış olur. Ona görə də temperaturun növbəti artımlarında bax gördüyünüz kimi sürətin aşağı düşməsi müşahidə olunur. Və yaxud transpirasiya sürətinə rütubətin miqdarının təsirini görmüş olsaq, görərik ki, tərs mütənasib asıllıq mövcuddur. Belə ki, mühitdə rütubət bolluğu olarsa, suyun buxarlanması azalmış olur. Transpirasiya sürətinə küləyin təsirinə baxaq. Gördüyünüz kimi, müəyyən müddətdən sonra bu proses başlamış olur. Küləyin sonraki artımları transpirasiyanın sürətini artırmış olur və sonra nisbətən sabitlik yaransa da yenə bu transpirasiya sürətini yenə artmış olacaqdır. Transpirasiya sürətinə işığın intensivliyinin artmasını göstərən qrafik ifadəyə gəlincə, müəyyən ölçüdən sonra bu da sürət artmağa başlayır. Müddət keçdikcə müəyyən səviyyəyə çatdıqdan sonra burada sabitlik əldə olunmuş olur. Və beləliklə biz transpirasiyanın sürətinə müxtəlif ətraf mühit amillərinin təsir göstərməsinin qrafik ifadələrini görmüş olduq. Bildiyiniz kimi, suya olan tələbatına görə bitkilər yaşadığı habitatlara görə müxtəlif olurlar. Bildiyiniz kimi suda yaşayan bitkilər mövcuddur. Onlar suyun içərisində və yaxud da ki, suyun səthində yarpaqları yerləşmiş olur. Suyun səthinə və ya suda yaşamağa uyğunlaşmış bitkilər hidrofit bitkilər adlanır. Onların yarpaqları geniş və yastı olur. Mezofit təbəqəsində sütunvari və süngərvari parenxim hüceyrələri şəklində ayrılma olmur. Parenxim hüceyrələrin arasında boşluqlar mövcuddur ki, qazlar mübadiləsi üçün bu böyük boşluqlar iştirak etmiş olurlar. Ağızcıqların sayı çoxdur. Adətən yarpağın üst səthində yerləşmiş olur. Nisbətən rütubətli mühitə yaşayan quru bitkiləri olan mezofitlər yarpaqlarının hər iki tərəfində qazlar mübadiləsinə və transpirasiyaya xidmət edən ağızcıqların olması ilə fərqlənir. Onların yastı və yaşıl yarpaqları əsasən orta ölçülüdür. Çox az suyun mövcud olduğu habitatlarda yaşamağa uyğunlaşmış bitkilər isə ksorofit bitkilər adlanır. Xüsusilə transpirasiyanı və artıq su içisini azaltmaq üçün, suya qənaət etmək üçün bunlarda da bəzi uyğunlaşmalar baş vermişdir. Belə ki, hüceyrələri xırda, xloroplastları çox, ağızcıqları xırda və az, kök sistemi isə güclü inkişaf etmişdir. Gövdə və yarpaqları adətən tükçüklərlə örtülüdür. Quraqlıq zamanı ksorofitlərdə ehtiyat halında qida və su toplayan gövdə və yarpaq şəkil dəyişmələrini görmək olur. Bu günlük bu qədər. Sağ olun. Qalanları növbəti dərsimizdə.